Salam əziz tələbələr. Qəbul səviyyəli bir sınaq izahı ilə qarşınızdayıq. İmtahana qalan müddət ərzində yenə mütəmadi şəkildə həftə ərzində 2 və ya 3 dəfə bu tipli sınaqların izahını görmüş olacaqsınız YouTube kanalımda. Deməli, ilk sualımızdan vaxt itirmədən izaha başlayırıq. Birinci sualda yazıb ki, qatlanmış kağızı açıb doğru variantı müəyyən edin. Deməli, baxın, kağız əvvəlcə sağdan sola qatlanır, sonra sağ aşağıdan sol yuxarı alınır bu vəziyyət. Və həmin kağızı sıxda baxın, belə bir şəkil alınıb. Bu mənə verilən nümunədir. Mən də eyni qaydada, baxın, kağızı aşağıdan yuxarı qatlayıram, ox mənə göstərib. Sonra sağ aşağıdan sol yuxarı qatlayıram və alınan kağız budur. Üzərində kəsiklər etdikdən sonra hansı cavab variantı alınacaq onu tapmalıyam. Baxın, kəsiklər hansı istiqamətdə edilib? Kəsiklər bu formada edilib. Bir də baxın, burada kvadrat forması belə bir kəsikimiz var. 2 dənə kəsik edilib. Bəs mən kağızı açsam necə olacaq? İlk növbədə gəlin tapaq görək. Bu hissə kağızın harasına düşür? Baxın, əvvəlcə aşağıdan yuxarı qatlamışam. Sonra sağ aşağıdan sol yuxarı qatlamışam. Aşağıdan yuxarı və sağ aşağıdan sol yuxarı. Baxın, bu istiqamətlərdə qatlarımı aparmışam. Deməli, əvvəlcə aşağıdan yuxarı qatlamışam. Sonra sağ aşağıdan sol yuxarı doğru qatlamışam. Bütün cavab variantlarında bunu çəkəcəm. Ondan sonra baxacağıq ki, hansı variant daha uyğundur. Deməli, bunları da çəkək. Və Y variantında 2 əsas qatımız var idi bizim. Biraz sərgəsi çəkdim bu hissəni. Deməli, baxın. Aşağıdan yuxarı qatladım və sağ aşağıdan sol yuxarı qatladım. Burada kəsikləri etdim. Bəs kəsiklər hara düşür? Biri tam düşür sol yuxarı küncə. Sol yuxarı küncdə belə bir kvadrat kəsiyi olmalıdır. Cavab variantlarına baxanda hamısında sol yuxarı küncdə həmin kvadrat kəsiyi görürəm. Bir problem yoxdur. Daha sonra və bir dənə də kəsik baxın gəlib burada sanki bu üçbucağın hipotenuzuna düşür. Bunun üzərində belə bir üçbucaq kəsik var. Baxın hamısında burada belə bir kəsiyim var. Bir problem yoxdur. Yeganə hələ ki burada Y variantı yanlışdır. Nəyə görə yanlışdır? Baxın tam burada bir kəsik olmalıydı. Baxın, burada bir üçbucaq kəsiyi olmalıydı bu vəziyyətdə. Məndə bu kəsik doğru verilməyib, ümumiyyətlə kvadrat gəlib aşağılara düşüb. Deməli, Y variantı yanlışdır. Bu silindi. İndi verilmiş qatlar boyunca güzgü əksinə baxmalıyam. Baxın, bir dənə də kəsik məsələsi harda nəzərə çarpır? Daha doğrusu olmadığını görürük biz. Biz sağ aşağıdan bunu sol yuxarı qatlayırıqsa, deməli, bizim kəsiyimiz harda aparılıb uşaqlar? Baxın, üçbucaq forması kəsiyi aparılıb bu hissədə. Amma mən gəlib cavab variantlarına baxanda görürəm ki, baxın, mənim burada belə bir kəsiyim verilib A variantında, amma məndə burada belə bir kəsik yoxdur. Baxın, burada kəsik verilməyib, baxın. Bizdə kəsiklər bu qırıq-qırıq xətlərdir. Bir buradadır, bir sol yuxarı küncdədir. Deməli, sağ yuxarı küncdə olan bu kəsik yanlışdır. A variantını silirəm. Eynən həmin kəsik C-də də var, C-ni də silirəm. Qalır B variantı ilə C variantı. İndi hər iki variant üzərində mən indi verilmiş qatlar boyunca güzgü əksini yoxlayacağım. Deməli, bunlardan da yanlış olan hansı ilə baxan kimi görünür, əslində B variantıdır. Nəyə görə B variantı yanlışdır? Baxın, mən bu diagonal kəsik boyunca və ya qat boyunca simmetriya yoxlamış olsam. Baxın, bunu bir üçbucağa tamamlayıram. Mənim bu üçbucağımın küncündə olan kəsik hardan gəlir bura? Baxın, bunu bir kvadrata tamamlayacağıq indi. Baxın, bu küncdə olan bu kəsiyim simmetrik olaraq keçməlidir bura. Amma mən baxıram ki, burada məndə kvadrat kəsikdir. Amma burada üçbucaq formasında bir kəsikdir. Sanki kvadrat özünü, güzgüyə baxıb özünü üçbucaq formasına görür. Yanlışdır, simmetriya pozulub. Amma baxın D variantına. Mən bunu bir üçbucağa tamamlayıram. Baxın, üçbucağın bu kvadrat formasında olan bu hissəsindəki kəsiyi hardan gəlir əslində? Baxın, əslində gəlir bu birisi küncdən. Buradakı kəsik simmetrik olaraq keçib bura. Deməli, doğru cavab variantımız hansı olacaq? Məsələn, D variantı olmuş olacaq. Biraz çətin bir sual tipi idi, forması idi əslində. Amma yazma olur. Deməli, 2 nömrəli suala baxırıq. Bir ardıcıllıq sualda 2-dən 6, 6-dan 16 alınıb bu qayda davam edib. Burada ola bilsin bir vurma prosesi var. Çünki kiçik ədəddən böyük bir ədəd alınıb. Baxın, bir vurma prosesi varsa, böyük ədədlər arasındakı qaynılığa baxmaq daha rahatdır ki, orada vurmanı daha rahat görmək olur. Məsələn, 40-dan 96-ya gəlmək üçün mən neçəyə vuraram? 2-yə vuraram 80 alınar. Üstə 16 gələrəm. Əvvəldə bəs nə edərəm? 2-yə vursam 32 alınar, üstə 8 gələrəm. Burada bəs 2-yə vuraram 12, üstə neçə gələrəm? 4 gələrəm. Burada isə 2-yə vuraram 4, üstə 2 gələrəm. Baxın, 2-yə vurmaq mütləqdir. Üstə gəldiyim ədəd 2, 4, 8, 16. Burada neçə olacaq? 32 olacaq.
Burada yeni 2'yə vurub üstünə gələcəm. 64 gəlmiş olacaq. Bu zaman nə alınır? 224'ü 2'yə vursaq 448. Üstə də 64 gəlmiş olsaq 2, 11, 512. Deməli 512-də hansı variantdadır? D variantındadır. 2'yə vurdum 2 gəldim, 4 gəldim, 8 gəldim, 16 gəldim. Bu qayda davam etdim. Sonunda da 2'yə vurub 64 gəlməli idim. Üçüncü suala keçirik. Nisbətən rahat bir sualdır. Baxın 4'ün üstə 5 gəlib 9 yazıb bura. Daha sonra 5'in üstü 3 gəlib 8 yazıb bura. En sonunda 4, 5, 3 və 4'ün, 5'in və 3'ün cəmi neçə alınıb? 12 alınıb. Onu da yazıb bu hissəyə. İndi eyni qayda qanunu tətbiq etməliyik. Baxın bizdə nə istənilir? A plus B minus C-nin tapılması istənilir. Deməli A ilə B-nin cəmi hansıdır uşaqlar? Budur. 8'dir. Yazıram A plus B bərabərdir 8'ə. Eyni zamanda mən bilirdim ki, məsələn baxın 2 ilə 4'ün cəmi 6 idi, buraya yazılmışdı, elə deyil. B ilə C-nin cəmi 13'dür. Yazdıq bura. Və sonda A, B, C üçünün cəmi 16'dır. A plus B plus C bərabərdir 16'ya. Baxın buradan A plus B 8'dirsə, bunun yerinə 8 yazsam, deməli C'nin də qiyməti 8 olmalıdır ki, 16 alınmış olsun. Əgər C 8'dirsə, B 5'dir, B 5'dirsə A 3'dür. Yerinə yazıram. A məndə 3'dür, B məndə 5'dir, C məndə neçədir? 8'dir. Topladım. 3 plus 5, 8. 8 çıxanda 0 alınır. Deməli, doğru cavabımız elə B variantı 0'dır. 4 nömrəli sualımız şifrə sualdır. Deməli, gəlib diqqətlə baxmış olsaq, sütun baxıram. K, B, M, K. 2 dənə K hərfi var. Gəlib burada sütun baxanda görürəm ki, 2 dənə 6 var. Deməli, K'nın şifrəsi 6'dır. Harada K'nı görsəm yerinə 6 yaza bilərəm artıq. Baxın, bunun sonu 6 ilə bitir. Sonu 6 ilə bitən şifrə hansıdır? Yeganə. 74256. Gətirib yerinə yazıram. 74256. Bunu yazdıq. Daha sonra baxaq hansılar tapmışıq. Baxın A'nın şifrəsini tapmışıq 5'dir. K'nın şifrəsini tapmışıq məncə bəli 6'dır. Digərlərini hələ ki tapmamışıq. İndi baxın. Mən A'nın şifrəsini 5 tapmışam. Buraya yazdım 5'i. Sonu 5'dən bitən elə bu şifrədir. 6243 və 62435 daha doğrusu. Buradan tapdım ki B'nin şifrəsi 3'dür. Bir dənə qaldı D'nin şifrəsi. Baxın B'nin şifrəsi 3'dürsə buraya yazıram 3'ü. 3'dən başlayan şifrə də budur. 3, 5, 1, 4 və 7. Bu zaman D'nin şifrəsi nə olur? 1 olmuş olur. İndi 5 birisi 3, 8 üstə 1, 9 üstə 6, 15. 15 almış olacaq. Deməli sualın doğru cavabı olur bəs D variantı. Keçirik 5-ci suala. Şəkil münasibətlərlə bağlı bir sual tipidir. Sanki baxın mən bu fiquru bölmüşəm ortadan və ya bu hissə istiqamətdə. 2 hissəyə parçalamışam və o hissələri burada göstərmişəm. Baxın 2 hissəyə bölsəm. Mənim bu oxumun bu tək olan ox hissəsi, qol hissəsi hara baxır uşaqlar? Sağa doğru baxır, elə deyil. Bəs burada hara baxır? Aşağı doğru baxır. Sağa doğru baxan oxum indi aşağı doğru baxıbsa, deməli saat əqrəbi istiqamətdə 90 dərəcə hərəkət edib. Sanki saat 3-dən saat 6-ya doğru gəlib. Deməli mən bu fiquru, bir nömrəli fiquru saat əqrəbi istiqamətdə fırladacam, qoyacam baxın bura. Bəs 2 nömrəli fiqur, yəni baxın bu fiqurumuzu necə fırlatmışıq. Bunu da saatin əksinə. Nəyə görə? Bunu hardan bilirəm? Məsələn baxın bu işarəyə. Bunun kiçik bu çıxıntısı baxır aşağı. Burada isə baxır sağa. Deməli aşağı baxan oxum indi sağa baxıbsa, saatin əksinə hərəkət edəcəm. Sanki 6-dan yeni 3-ə gəlmişəm, amma bu səfər 6-dan 3-ə gəlmişəm. Yəni saatin əksinə. Deməli 90 dərəcədir yenə. 2 nömrəli fiqur saatin əksinə fırlandı gəlir. 1 nömrəli fiqur da saat əqrəbi istiqamətdə fırlanır. İndi gəlib eyni qayda qanunu biz tətbiq edəcəyik sonuncu şəklə. Ortadan böləcəm. 1 nömrəli fiquru saat əqrəbi istiqamətdə fırladacağım və qoyacağım birinci hissəyə. İndi saat əqrəbi istiqamətdə fırlatsaq. Baxın məsələn bu oxumuz. Aşağı baxan oxumuz saat əqrəbi istiqamətdə fırlatsaq hara baxmalıdır? Sola baxmalıdır. Bu istiqamətdə. Sanki 6-dan 9-a gəlməlidir. Amma oxumuz əyri oxdur. Yəni bu şəkildə bir ox olacaq. Gəlib baxırıq cavab variantlarına. Baxırıq hardadır. O istiqamətdə olan ox. Baxın dedik ki oxumuz bu istiqamətdə olmalıdır. Sola doğru baxmalıdır. A-da B-də yuxarı baxıb. C-də D-də sola, Y-də sola baxıb. Hələ ki doğrudur. Deməli indi gəlin baxın bu fiqura baxaq. Bunun istiqaməti hər üçündə eyni deyil. Deməli baxın. Saat əqrəbi istiqamətdə çevirirəmsə, boz hissəsi sola doğru baxır. İndi hara baxmalıdır uşaqlar? Yuxarı baxmalıdır. 90 dərəcə saat əqrəbi istiqamətdə çevirirəm.
Deməli, həmin boz hissəsi yuxarı baxan şəkillərim doğrudur. Y variantı aşağı baxıb, Y variantı yanlışdır. Qaldı C ilə D. İndi gəlin digər fiqura baxaq. 2 nömrəli fiqura. Baxın, bu oxun istiqaməti fərqlidir. Deməli, 2 nömrəli fiquru isə mən saatın əksinə fırladırdım. Yəni, bu istiqamətdə fırladacağım. O zaman, baxın, aşağı baxan bu oxum saatın əksinə 90 fırlatsam ana baxar, sağa baxar. 6-dan 3-ə gələr sanki. Deməli, sağa doğru baxan oxum bəs harada verilib mənə? D variantına verilib. Deməli, doğru cavabımız olur məhz D variantı. Növbəti keçirik. 6-cı suala x plus y nəyə bərabərdir? Bunu tapmağa çalışmalıyıq. Deməli, mən bilirəm ki, birinci sətirdə olan ədəd, yəni bu ədəd nəyə bərabərdir? ABC cəmdirsə, x, y, z cəmidir. Bir kənardan yazıram. X plus y plus z-in cəmi bərabər olub neçəyə? 100-ə. Daha sonra, burada BCD cəmi yazılır. BCD, yəni bizdə nə olacaq onun yerində? Y, Z və W. Bu üçünün cəmdə olacaq neçə? 150. Ən sonda CDY cəmi yazılıb. CDY cəmi yazılıbsa bizdə onun yerində nə var uşaqlar? Z, W və 90 var. Z plus W plus 90-ın qiyməti də bizə verəcək neçəni? 200-ü. Mən buradan artıq nəyi tapa bilərəm? Z ilə W-ünü tapa bilərəm. Z plus W buradan bərabərdir. 200-dən 90 çıxsam 110 qalacaq. 110. Artıq bilirəm ki, Z plus W 110-dur. Bunu silirəm buradan. Ehtiyac yoxdur. Z plus W 110-dursa, bunun yerinə yetirib burada yazıram 110-u. Deməli, Y neçə olacaq o zaman? 40 olacaq ki, 40-dan 110 mənə 150-ni versin. Y oldu 40. Burada yazdım yerinə. İndi, gəlin tapaq digərlərini. İndi mən Y-in qiymətini tapdım. 40-ı gətirib birinci sətirdə yerinə qoysam neçə olacaq? Baxın, burada Y-in yerinə 40 yazsam, 100-dən 40 çıxanda 60 alınır. Deməli, x plus z oldu 60. Daha sonra bizdə nələri var? Z plus W oldu neçə? 110. Və y bərabərdir 40-a. Bu məlumatları bilirik. İndi biz buradan x-i də tapmağa çalışacağıq. Gəlin görə x-i necə tapa bilərik? Ən yaxşı halda əvəz etməklə müəyyən qədər burada irəli getmək olar. Gəlin əvəz etmələrə baxaq görə necə həyata keçirəcək indi. Burada bir əvəz etməyə geçsə işimiz çoxlayın yeyəcək. Əslində vaxt itirmiş olacaq. Gəlin indi bu aldığımız qiymətlər əsasında buradakı variantları gəlin müqayisə etməyə çalışaq. Məsələn, A variantında 80 yazılıb. Nə istəyir bizdən? X plus Y-in nəyə bərabər olduğunu, Y-in 40 olduğunu bilirəm. Əgər A variantı 80-dirsə, bu zaman X-i mən neçə götürərəm? 40 götürərəm. X-ə özümüz qiymət verməyə çalışacaq. Çünki buradan bir cavaba gedib çıxmamız bir xeyli çətin olar. Məsələn, mən X-ə desəm ki, X 40-dır, buna əsasən A variantına əsasən. X 40 olsa, Z neçə olar? 20 olar. Z 20 olsa, W 70 olar. Amma davamı ödəməyəcək. Nəyə görə? X 40-dır, Y 40-dır. Baxaq ödəyəcək hətta. Z 20-dir. Bu 100-ü verdi. Bir problem yoxdur. Daha sonra, bəs W neçə dedik? 70 dedik. 40 plus 20, 60. 70 də burada 150-ni verməyəcək bu artıq bizə. 40 ilə 20, 60, 70 də burada 130 verməlidir. Deməli, bu hissə ödəmir artıq. Deməli, A variantı deyil. Baxın, Y variantı heç doğru ola bilməz. Onsuz da 40 yazılıb. Biz 40 təkcə Y-i tapmışıq. Qalır digər variantlar. Deməli, biz artıq buradan başa düşürük ki, baxın, getdikcə ədədimiz böyüyübsə, getdikcə ədədimiz böyüdüyü üçün sondakı ədədlər nisbətən böyük olmalıdır, əvvəldəki ədədlər nisbətən kiçik olmalıdır. Əgər Y bizdə 40-dırsa, X bundan daha kiçikdir. X bundan daha kiçikdirsə nə olacaq? 10, 20, 30 bu ədədlərdən birini verib hesablayacağım. Çünki yuvarlaq ədədlərdir. Məsələn, 10 vermiş olsaydım X-a, daha sonra nə olardı? Baxın, X-a 10 versəydik, Z olardı 50. Arta gedir, Z oldu 50. İndi hesablayaq gəlin. 10, 40, 50 cəmi 100. 40, 50, 90. Burada olacaq neçə? 62. Bu olsun 150. W oldu 60. Həqiqətən baxın. Əgər Z-in qiymətini mən burada neçə götürmüşdüm? 50 götürsəydim, W 60 olsaydı 110 verirdi. Əvvəl aldığım bərabərlik də ödəyirdi. Artıq hamısı ödəyir. Bir problem yoxdur. Deməli, bu zaman X-in qiyməti 10-dursa, Y-in qiyməti 40-dırsa, cəm dəlini verəcək, cavab olacaq D variantı. Əvəz etməklə irəli getmiş olsaq, işimiz çox çətin olar, tapa bilməzdik. Y-in qiymətini tapandan sonra davamında özümüz bu şəkildə irəli getmək məcburiyyətində idik. 7-ci sual.
şəkil cədvəllərlə bağlı bir sual tipidir. Rahat bir sual idi. Baxın, burada dairə verilib, burada da mənə plus verilib. Sətir-sətir baxsaq, birinci və ikinci şəkil toplayanda nə alınır? Üçüncü şəkil alınır. Yenə 1 ilə 2-ni toplayıram, üçüncü şəkil alınır. Burada indi mən birinci və ikinci şəkili toplasam, gətirib ikinci şəkili, birinci şəklin üstə çəkirəm. O zaman necə bir vəziyyət alınacaq? Baxın, belə bir vəziyyət alınacaq. Ortasında da plus var. Gəlib cavab variantlarına baxmış olsam, ortada plus olan variant götürməliyəm və ümumilikdə fiqurun özü də plusa bənzəyir. A variantı yanlışdır, ortada elə bir plus yoxdur. B-də ortada plus yoxdur. C-də ümumiyyətlə fiqur kvadrat formasında verilib. D variantı yanlışdır, çünki baxın, xətlər daha uzun verilib. Amma məndə xətlər mərkəzdə alınırdı. Plus mərkəzdə alınmışdı, baxın. Kənara doğru çıxmamışdı. Ona görə doğru cavabımız elə Y variantı olmuş olacaq. Növbəti suala keçirik. 8 nömrəli sual. Şifrələrlə bağlı bir sual tipidir. Bir az çətin görünürdü, amma rahat həlli var. Deməli, A burada adı, daha doğrusu üçbucaq burada adı. Bu üçbucaq isə burada nə olacaq? B-yə bənzəyir. Yəni, B olduğunu düşünürük. Hərəsi birinə bənzəyir deyirəm. Yəni, hərəsi birinə uyğun gələcək. Amma biz hələ ki 100% bilmirik ki, A hansıdır, B hansıdır. Çünki ola bilsin bunların yerləri qarışıqdır. Bunu rahat tapa bilmək üçün nə edirik? Eyni bu fiqurlar başqa harda istifadə olunub ona baxırıq. Məsələn, burada da biri istifadə olunub. Hər ikisi üçün ortaq olan sağa doğru baxan üçbucaqdır. Hər ikisinin qarşılığında ortaq olan fərq hansı da A-dır. Deməli, yerlər qarışdırılıb. Bu fiqurun şifrəsi A-dır. Avtomatik digərinki olacaq B. Bu fiqurun şifrəsi A-dırsa, avtomatik digərinki olacaq nə? Y. İndi, məsələn, bunun şifrəsi Y-dir, bunu tapdım. Buna bir problem yoxdur. Aşağı doğru baxan üçbucaq B idi. Bu B-dirsə, buna uyğun gələcək G. İndi, məndən sola doğru baxan üçbucağı tapmağımı istəyir. Daha sonra burada nəyi müəyyən edə bilərik? Baxın, yuxarı doğru baxan üçbucaq burada da var, burada da var. Hər ikisində ortaq olan nədir? C-dir. Deməli, yuxarı doğru baxan üçbucaq burada C-dirsə, bu avtomatik olacaq D. Bu C-dirsə, bu olacaq F. Hamısını tapdıq. İndi sola doğru baxan üçbucağımızda D olduğu üçün cavab D və Y olacaq. O da hansı variantdadır? Y-dir. Ardıcıl olması şərt deyil. Y variantında verilib. 9-cu sual bir ardıcıllıq sualdır. Baxın, Fibonacci ardıcıllığıdır. 5-in üstə 8 gəlsəm 13. 8-in üstə 13 gəlsəm 21. 13-ün üstə 21 gəlsəm 34. Bu qayda davam edir. Deməli, 2 dənə həddin cəmi 3-cü həddə bərabərdir. 34 ilə 55-də 89-u verəcək. Cavab olacaq D variantı 89. 10-cu suala baxıram. Qanuna uyğunluğu müəyyən edərək doğru variantı tapın yazılıb. Deməli, baxın, bu nöqtəli fiqurun baxır sola, 270 dərəcə fırladacağım, elə deyil bunu. İndi yadda saxlayın ki, fiquru saat əqrəbi istiqamətdə 270 dərəcə fırlatmaq, saatin əksinə 90 dərəcə fırlatmağa bərabərdir. Bunu hardan bilirik? Biz bu nöqtədən çıxırıq və tam bura gələndə 360 dərəcə olur. Elə deyil, tam olduğumuz nöqtəyə. 270 dərəcə isə bu nöqtədədir. Mən bu qədər yolu saat əqrəbi istiqamətinə gəlməkdənsə 90 dərəcə geri qayıtmağım daha məqsədə uyğundur. Deməli, eyni qayda qanunu tətbiq edəcək. İndi bu oxum sola baxırdısa, saatin əksinə 90 dərəcə qayıtsam aşağı baxacaq. Deməli, bu ox aşağı baxmalıdır. A variantı yanlışdır, yenə sola baxıb. Daha sonra B hələ ki doğru görsənir. C yanlışdır, istiqaməti doğru deyil. Baxın uşaqlar diqqətlə. Bu hardadır? Kvadratın aşağı küncündədir, elə deyil. Bu demək gəlib hara düşmüş olacaq? Daha doğrusu kvadrat demək bunu. Bu xəttin aşağı hissəsindədir. Mən bunu saat əqrəbi istiqamətdə 90 aşırsam saatin əksinə. Fiqur olacaq bu vəziyyətdə. Yəni burada olan bu figurum olacaq bu vəziyyətdə. Amma məndə burada C-də sol küncündə verilib, əslində sağ küncündə olmalıdır. Deməli, C-ni sildik, digər variantlar hər iki doğru görsənir. İndi məsələn, Y ilə D arasındakı bir fərqə baxaq. Mərkəzdəki oxun istiqaməti fərqlidir. Gəlin buna baxaq. Deməli, sola baxırdısa, saatin əksinə 90 fırlatsam hara baxmalıdır artıq? Aşağı baxmalıdır. Deməli, aşağı baxmayan variantları silirəm. Y variantı getdi. Qaldı məndə D variantı və B variantı. D ilə B arasındakı fərq, baxın, bu oxda görünür. Gəlin bu oxa baxaq. Buradakı oxumuz budur. Saat əqrəbi istiqamətində, saatin əksinə daha doğrusu 90 fırladacam indi. Baxın, ox bu vəziyyətdədir. Saatin əksinə 90 fırladıramsa, yuxarı baxan oxum baxacaq sola doğru. Olacaq belə bir vəziyyətdə. Deməli, o da harda verilib bizə? D variantında verilib. Deməli, doğru cavabımız olur D variantı. Keçirik 11 nömrəli suala. Deməli, 11 nömrəli sualda
Diqqətlə baxmış olsaq, birinci bu ox nə edib uşaqlar? Güzgü əks edib. Diqqətlə baxsaq, bu xəttimiz soldakı fiqur sağa doğru güzgü əks edir. Bu xəttimizdə yuxarıdan aşağı güzgü əks edir. Deməli, şaquli xətti soldan sağa, üfüqi xətt yuxarıdan aşağı güzgü əks edir. Doğru variant tapmalıyam indi mən. Baxın, yuxarıdan aşağı güzgü əksi var. Üfüqi xətt yuxarıdan aşağı edib. Soldan sağa güzgü əksi var. Yuxarıdan aşağı güzgü əksi var. Deməli, A variantı doğrudur. Bəs digər variantların harada yanlışlıq var idi? Bizdən nə istəyir? Doğru olmayan variantı istəyir. Yanlışı istəyir. A doğrudur, yanlış istəyir. B variantı yuxarıdan aşağı güzgü əksi var. Soldan sağa güzgü əksi var. Yuxarıdan aşağı güzgü əksi var. Bir problem yoxdur. Bu da doğrudur. Silirik. C'də yuxarıdan aşağı güzgü əksi var. Soldan sağa güzgü əksi var. Yuxarıdan aşağı güzgü əksi var. C'ni silirik. Doğrudur. Elə D variantı da doğru olacaq. Bizim yanlışlığımız haradadır? Y variantındadır. Baxın. Yuxarıdan aşağı güzgü əksi var. Gördünüz? Güzgün tam bitişində budur, tam bitişində budur. Tam simmetrikdir. Daha sonra şaquli xətti soldan sağa güzgü əksidirdi. Burada güzgü əksi yoxdur. Siz sanki, baxın, mən sanki burada güzgün qabağında durmuşam. Özümü harda görməliyəm? Burada güzgün qabağında görməliyəm. Yəni oxun bu təpə nöqtəsi harda olmalıdır uşaqlar? Baxın, burada olmalıdır. Amma aşağıda verilib. Yəni simmetriya pozulub. Siz sanki güzgünün qabağında burada durmuşsunuz, özünüzü burada görürsünüz. Belə bir şey ola bilməz axı. Yanlış güzgü əksidir bu. Güzgü əksində əgər məndə burada bir nöqtə varsa, o özünü burada göstərməli idi. Yaxındakı yaxında, uzaqdakı uzaqda olmalı idi. Amma mənim buradakı ox hissəm özünü burada göstərməyib. Deməli, Y variantı yanlışdır. Bəs məndən də yanlışı istəyirdi. Ona görə doğru cavabımız olur məhz Y variantı. Keçirik 12 nömrəli suala. Şəkil cədvəllərlə bağlı bir sual tipidir. Yəni 1 nöqtə, 2 nöqtə qoyulduğu üçün sətr-sətr baxacağıq. Baxın, bu fiqura baxıram. Güzgü əksi verilib və burada olduğu kimi qalıb. Daha sonra bu fiquruma baxıram ki, güzgü əksi verilib. İndi soldan sağa, sağdan sola keçmə məsələsidir. Baxın, bu fiqurla bu fiqur bir-birinin nəyi uşaqlar? Güzgü əksidir. Məsələn, mən bunu güzgü əksi etsəm, alacam bunu. Və yerini dəyişəcəm bir dəfə. Soldan, yuxarıdan aşağı, sağdan sola güzgü əksidir əslində. Bir dəfə bunu yuxarıdan aşağı güzgü əksi edəcəm, alacam bu fiquru. Bir dəfə də soldan sağa güzgü əksi edəcəm, alacam bu fiquru. Yenə eyni qayda. Mən baxın bu fiquru yuxarıdan aşağı güzgü əksi etmiş olsam, necə olacaq? Baxın, güzgüm sanki buradadır, elə deyil. Kvadratı çəkmiş olsaq bu qaydada, oxum yaxında güzgüyə baxır və burada güzgüdən uzaqlaşan bir ox var və belə bir oxum var. Baxın, həmin ox buradadır. Bunu düzəltdik. Daha sonra baxın, güzgüyə uzaqdan baxan belə bir oxum var. Burada yenə güzgüyə baxan uzaqdan belə bir oxum olacaq. Hansı ki kvadrat var üstündə. Baxın, o da buradadır. Deməli, yuxarıdan aşağı güzgü əksi verilib. İndi soldan sağa güzgü əksi edəcəm. Soldan sağa güzgü əksi edirəmsə və ya sağdan sola fərqi yoxdur. Eyni cavab alınacaq onsuz da. Baxın, güzgün bitişində belə bir fiqur var. Burada olacaq belə bir figurum. Kvadratdan aşağı ox baxır. Güzgüyə doğru baxan uzaqda belə bir oxum var. Güzgüyə doğru baxan uzaqda oxum olacaq. Və yuxarı doğru baxan oxum yenə yuxarı doğru baxmış olacaq. Belə bir şəkil alınacaq təxmini olaraq. Gəlib cavab variantlarına baxanda mən o şəkili harda görürəm uşaqlar? Baxın, elə Y variantında gördüm. Bu nisbətən yuxarıdadır, bu nisbətən aşağıdadır. Məndə yenə bu nisbətən yuxarıdaydı, bu nisbətən aşağıdaydı. Amma baxın, C variantında onlar bərabər səviyyədə verilib. Ona görə C variantı yanlışdır istənilən halda. Burada oxun yeri doğru verilməyib. Ya daha doğrusu düzbucaqlının da yeri doğru verilməyib. Yenə düzbucaqlının yeri doğru verilməyib. Düzbucaqlı sağ tərəfdə olmalıydı. Baxın, bu olduğu kimi saxlayıb. Bir nömrəli fiquru olduğu kimi saxlayıb. Amma mən güzgü əksi etməliydim. Yəni bu fiqurun güzgü əksi mənə hansını verirdi? Y variantdakı fiquru verirdi. Ona görə doğru cavabımız olacaq 12 nömrəli sualda deməz Y variantı. İndi isə baxırıq 13 nömrəli suala. Operatorlarla bağlı bir sual tipidir. Deməli, baxın, kvadrat 3-dən 6 alıb. Nə etmiş ola bilər? Üstə 3 də gəlmiş ola bilər, 2-yə də vurmuş ola bilər. Birinci düşünək ki, 2-yə vurub. Amma baxırıq ki, 6-dan 12 alınıb. Bəs burada nə edə bilər? Burada ya üstünə 6 gəlib, ya da yenə 2-yə vurub. Amma böyük ehtimal bunlar ayrı-ayrı əməliyyatlar olduğu üçün burada üstü 6 gəlmiş ola bilər. Alınmasa yerini dəyişəcək daha sonra. Bəs ulduz nə idi? Bu 12-dən 3 alıbsa 4-ə bölüb. Digər bir sətirdə yoxlayırıq. Üçbucağa nə yazmışdıq? 1 üstü 6. Həqiqətən onun üstü 6 gəlsəm 16 alınır. Kvadrat 2-yə vurub 32. Ulduz 4-ə bölüb 8. Həqiqətən qayda-qanunluq doğrudur. İndi sonuncu hissəyə tətbiq edəcəyik. ABC cəmini tapmağa çalışmalıyıq. Deməli, üçbucaq 1 üstü 6 idi. Ulduz bölünsün 4 idi. Kvadrat vurulsun 2 idi. Deməli, mən C-ni 2-yə vurub 14 almışamsa, C deməli neçədir? 7-dir. Daha sonra 4-ə bölüb 7 almışamsa, deməli B 28-dir ki, 4-ə bölüb 7 almışam.
Deməli A məndə 22 olmalıdır. 2 üstü 6 gəlim 28 alım. İndi 22, 28 və 7. 22 ilə 28 50 üstə 7 gəlsə 57 alınır. Deməli bu sualın doğru cavabı olur Y variantı. 14 nömrəli suala baxırıq indi. Deyir ki, sual şərəsinin yerinə uyğun olan və ya doğru variantı müəyyən edin. X-in qiymətini tapmalıyıq. X harda da buradadır. Baxın qayda qanunluğa. Deməli hər hansı bir E ədədinin üstə A gəlirəm, sonra 2A gəlirəm, sonra 3A gəlirəm. Bu qayda davam edirəm. Sütun boyunca. Sətr boyunca da yenə oxşar bir qayda qanunluqdur. M-dir üstə B gəlirəm, sonra üstə 2B gəlirəm. Və mərkəzdə eyni ədəd olmalıdır. Çünki sətr və sütunun kəsişməsi sanki buradır və eyni ədəd gəlib düşəcək bura. İndi tutaq ki, əvvəl üstə 1 gəlirik. 5-in üstə 1 gəlsəm 6. Daha sonra, yəni bu şəkildə yazaq. 5 plus 1. Sonra bunu 2-yə vuracaq. Ad idisə, sonra 2A idi. 5 plus 2 olacaq. Sonra baxın bunu 3-ə vuracaq. Olacaq 5 plus 3. Bu qayda davam edəcək. Sonra 5-i vuracaq, 1-i vuracaq 4-ü, 5 plus 4, 9. Daha sonra 5'e vursaq 10 alınır, 20 alınmaz. Deməli bu doğru deyil. O zaman üstə 2 gəlməni yoxlayacağıq. 5 plus 2 olsa bizim A-mızın qiyməti oldu 2. Sonra A-nı vurmalıyıq burada 2'yə. Yəni burada 2-dirsə, burada kimisi 4'dür. Olacaq 5 plus 4. Sonra burada A-nı 3'ə vuracağıq. Yəni 2'ni 3'ə vuracağıq 6. 5 plus 6, 11. Sonra burada 4'ə vuracağıq 2'ni, yəni A hərfini. Olacaq necə? 5 plus 8, 13. Daha sonra 5'in üstünə necə gəlməliyik? 4'ə vurduğunu 5'ə vuracağıq. 5 tipi 2, 10. Baxaq ödəyəcəkmi, ödəmir burada deməli təəssüf ki. Deməli başqa bir ədəd gəlməliyik. Gəlin bu hissəni silək. Birinci hərfləri yazaq, daha sonra daha rahat uyğunluğu tapmış olacaq. Bu 5 plus A-dır. Bu 5 plus 2A-dır. Daha sonra 5 plus 3A. 5 plus 4A. Bu da 5 plus 5A-dır. Diqqətlə baxaq, yuxarıda qayda qanunumuz elədim. Bəli, endi üstə A gəlib, sonra üstə 2A gəlib, 3A, 4A bu qaydada davam edib. İndi deməli burada sonda 5 plus 5A olmalıdır ki, gəlib nəticəyə çatmış olsun. Bunu bəs necə hesablaya bilərik? Belə də hesablaya bilərik. 5 plus 5A bərabər olsun 20-yə. A-nın qiymətini birbaşa tapaq. 5A bərabər olur neçəyə? 15'ə. A bərabər 3'ə. Deməli əvvəlcədən özümüzdən qiymət qoymaqdansa hesablamamız daha rahat olardı. Deməli A-nın qiyməti 3-dürsə 5 plus 3 bizə neçə verir? 8'i. Deməli burada nə alınacaq? 2 dəfə 3 6, 5 plus 6 11. Daha sonra A-nın qiyməti 3-dürsə 3 dəfə 3 9, üstə 5 gələndə 14. A-nın qiyməti 3-dürsə 3 dəfə 4 12, üstə 5 gələndə 17. A-nın qiyməti 3-dürsə 5 dəfə 3 15, üstə 5 gələndə 20. Həqiqətən ödədir. Deməli bura 14'dür. Eyni qaydada buranı yoxlayıram. Bu x-dir. Üstə gəlirəm b-ni. Daha sonra üstə gəlirəm 2b-ni. Burada olacaq x plus 3b, x plus 4b, x plus 5b və x plus 6b. Buradan b-ni tapa bilərik. Bu zaman x plus 6b bərabər olur neçəyə? 30'a. Eyni zamanda x plus bu neçə b-dir? 2b-dir. X plus 2b bərabər olur 14'ə. İndi bəs burada biz nə edəcəyik? 3'ə vurmuş olsaq, məsələn ikinci hissəni mənfi 3'ə vuraq. Sistem tənliyi həll etmək üçün nə alınır o zaman? X plus 6b bərabər olur 30'a. Daha sonra mənfi 3'ə vursaq aşağıda mənfi 3x çıxılsın mənfi 6b, yəni çıxılsın 6b bərabər olur mənfi 42'yə. İndi bunları tərəf-tərəfə toplamış olsaq 6b ilə mənfi 6b gedəcək. Bu 3x mənfi idi. X-dan 3x'i toplanmış, mənfi 3x'i toplasaq alınır mənfi 2x. 30 ilə mənfi 42'ni toplasaq olur mənfi 12. X də bərabər olur 6'ya. Bitdi. Deməli x-in qiyməti neymiş? 6'ymış. Cavabımız olacaq C variantı 6. Artıq B-nin qiymətini düşünməyə ehtiyacımız yoxdur. Biraz fərqli formada bir sual idi. Növbəti 15-ci suala baxırıq. H-ın qiymətini tapmağa çalışmalıyıq. İndi mən məsələn buna H demişəm. Bu olsun məndə A, bu olsun məndə B. Deməli, H-ın qiymətini müəyyən edəcəyik. H plus A bir kənardan yazıram. Bərabərdir 24. H plus B bərabərdir neçəyə? 18'ə. Burada isə, baxın bu hissə nədir məndə? Onsuz da bərabərlikdən görünür bu ki. Nədir? H plus B'dir. Daha doğrusu A'dır. Bu A'dır, bu B'dir, bu da A'dır, bu da B'dir. Deməli, H plus 2A plus 2B bərabərdir 42'yə. Müəyyən əvəz etmələr həyata keçirəcəyik burada. Tərəf-tərəfə bunları çıxmış olsaq nə alınır? A minus B bərabər olar 24'dən 18 çıxanda 6. Deməli,
Biz indi bunu parçalamış olsaq görək burada nə alırıq? H plus A plus A plus B plus B. Bu şəkildə yazsaq daha aydın başa düşəcəksiniz. H plus A-nın qiymətinin onsuzda neçə olduğunu bilirəm mən. 24 olduğunu bilirəm. Deməli bu getdi 24-ə. Daha sonra burada A-nın qiyməti nəyə bərabərdir? A bərabərdir 6 plus B. Bu şəkildə yazdıq. İndi gətirin əvəz etməyi nə yerinə yazaq? 24 plus A-nın qiyməti 6 plus B-dir. Plus 2 dənə B. Plus B plus B bərabərdir 42-yə. Buradan B-nin qiymətini tapan kimi cavabını çıxacaq. Deməli burada nə alınır uşaqlar? 3 dənə B bərabərdir. 42-dən 24 plus 6, yəni 30-u çıxsaq neçə qalacaq? 12. B bərabər olacaq 4-ə. Deməli bu 4-dür. Bu halda bura neçə olmalıdır? 14 olmalıdır ki 14 plus 4 bizə versin 18-i. H-ın qiyməti də olur 14. Cavab olur B variantı. Və gətirib burada yerinə qoyub da tapa bilərdiniz. Növbəti sualı keçirik. 6 nömrəli sual. Deməli A ilə B dairə olduqda nə olub? Bir-birinə vurulub. Kvadrat olduqda x ilə y toplanılıb. Üçbucaq olduqda isə m-dən n çıxılıb. İndi eyni qaydada. Birinci dairə nə edirdi bizdə uşaqlar? Vururdu. Deməli bu 4 olmalı ki 3 və 4 bizə versin 12-ni. Yenə dairə vurulursa bu 5 olmalı ki 5 və 9 versin 45-i. 4 ilə 5 də bir-birinə vursam olur 20. Kvadratlar isə toplayıb burada x plus y. 12 ilə 20-ni toplasam 32. 20 ilə 45 toplasam 65. Üçbucaq isə nə edirdi? M-dən n çıxırdı. Birindən digərini çıxırdı. Yəni 32-dən 65 çıxmış olacaq. Burada da 32 çıxılsın 65. Bu da bizə neçəni verəcək? Mənfi 33 vermiş olacaq. Cavab olacaq A variantı. Soldan sağa çıxırdım. Çünki hər dəfə baxın M soldaydı, N sağdaydı. Növbəti 17 nömrəli suala baxırıq. Deməli, burada baxın A ilə B-nin cəmi nəyə bərabərdir? A plus B bərabərdir C minus 1-ə. Daha sonra A ilə C-nin cəmi A plus C bərabərdir B plus 3-ə. Digər tərəfdən B ilə C-nin cəmi B plus C bərabərdir 4A plus 2-yə. Toplama şərəsini buradan görürəm. Ona görə cəmləri yazmışam. Mən C, A və B-ni tapdıqdan sonra bu fərqin qiymətini müəyyən etməyə çalışmalıyım. İndi burada biz nə edəcəyik? Müəyyən əvəz etmələri həyata keçirmək olar və ya tərəf-tərəfə toplayıb çıxmaq olar. Məsələn, mən bunları tərəf-tərəfə toplayıb çıxsam nə alardım? A çıxılsın B. C-lər burada islah olunur. Bərabərdir. B plus 3 çıxılsın 4A çıxılsın 2. Bunu yazdıq. Yəni B-ni də atıram sol tərəfə, A-nı da atıram sol tərəfə. Nə olur o zaman? 5A çıxılsın 2B bərabər olur 3-dən 2 çıxanda 1-ə. İndi bəs daha sonra nə edəcəyik? Burada biz artıq əvəz etmə də həyata keçirə bilərik. Yenidən C-nin qiymətini tapmağa çalışıb bir əvəz etmə həyata keçirə bilərik. Amma elə də ehtiyac qalmayacaq artıq. Nəyə görə ehtiyac qalmayacaq? Baxın, buradan yerinə qiymət də qoymaq olar artıq. Çox vaxtımız getməsin deyə. Məsələn, bu ifadədən bunun çıxanda 1 alınırsa, gəlib A ilə B-nin qiymətini düşünəcəm. Məsələn, bu 3 olsa, çox da böyük qiymətdən başlamıram. Məsələn, A 1 ola bilməz. 5-dən mən əslində ola bilər. Gəlin yoxlayaq. A-nın qiyməti 1 olsa, B-nin qiyməti məsələn 2 olsa, ödəyər əslində. 5-dən 4 çıxanda nə alınır? 1 alınır. Düşünək ki, A-nın qiyməti 1-dir, B-nin qiyməti neçədir? 2-dir. 1 plus 2, 3. Deməli, D-nin də qiyməti nə olmalıdır? C-nin də qiyməti nə olmalıdır? 4 olmalıdır. Bəs digər bərabərliklərimi ödəyəcəkmi? Digərlərini də yoxlayaq. B-nin qiyməti 2, C-nin qiyməti 4-dürsə, A-nın da qiyməti 1-dirsə, həqiqətən ödəyir. Və ya burada yoxlayaq. A-nın qiyməti 1-dir, C-nin qiyməti 4-dür, B-nin qiyməti də neçə idi bizdə? 2 idi. Həqiqətən ödəyir hamısında. Yəni bir də əlavə qiymət qoymağımıza ehtiyac yoxdur. A-nın qiyməti 1-dir, B-nin qiyməti 2-dir, C-nin qiyməti neçə idi? Bizdə 4 idi. Yəni 4-dən 3 çıxanda nə alınır? 1 alınır. Deməli doğru cavabımız B variantı 1-dir. Əslində burada başqa qiymətlər yoxlasaq da eyni cavab alacaqdıq. Məsələn, gəlin yoxlayaq. Tutaq ki, A-ya verirəm mən 3, B-yə verirəm neçə? 5 3 15. B-yə 7 versəm də eyni qiymət alınardı. Bu zaman nə alınır? A 3-dür. Görək alınacaqmı? Alınlar da deyilik. A 3-dür. B-də 7-dir. 7 plus 3 10. C olmalıdır 11. Həqiqətən baxın uşaqlar. C məndə 11 olsaydı, A 3 olsaydı, B 7 olsaydı, 11-dən 10 çıxanda yenə 1 almış olacaqdım. Yəni digər yerinə qiymətlər qoyduqda, hansı ki bu bərabərliklər ödəyir, o qiymətləri yerinə qoyanda da onsuz da mən gəlib eyni cavabı almış olacaqdım. Deməli cavabımız B variantı 1-dir. Bunu riyazi formada axıra qədər hesablamaq çox vaxt aparardı, ona görə belə yazmağımız daha rahat olacaq. 18 nömrəli suala baxırıq. Deməli, bu 4 dənə ədəddən 24 alınıb. Necə almış ola bilər? Kiçik ədəddən böyük ədəd alınırsa, adətən bir vurma prosesi həyata keçirir. Gəlin görək burada necəsə bir vurma həyata keçirə bilərikmi? Baxın,
24'te bunu görməyə bilərdik, amma 28-də daha rahat görünür. 28 deyəndə xüsusən də vurma düşünük. Çünki kiçik ədədlərdən böyük ədəd alınıb. İlk ağla gələn nədir? 4 vurulsun 7-dir. Bəs mən buradan bu 4 ilə 7-ni necə yarada bilərəm? 2 ilə 5-i toplayaram. 3 ilə 1-i toplayaram. 3 plus 1 4, 2 plus 5 7, 4 və 7 28. Həqiqətən ödəyər. Yəni görə birincidə ödəyəcəkmi? 1 ilə 3-ü toplasam 4, 4 ilə 2-ni toplasam 6, 4 dəfə 6 24. Həqiqətən ödədi. Bir dənəsini də yoxlayaq. Tutaq ki, burada 7 ilə 0-ın cəmi 7, 2 ilə 1-in cəmi 3. 7 3 21. Həqiqətən ödəyəcək deyə keçib artıq bu qayda-qanunu yoxlayıram. 3 ilə 1-i toplasam 4, 6 ilə 5-i sütun boyunca toplasam 11. 4 11-ə vuranda alınacaq 44. Cavabımız olacaq məsələn C variantı. 19 nömrəli sual. Deməli baxın, mənim bu fiqura mən A fiquru deyəcəm. Bu fiqura da B fiquru deyəcəm. A fiquru 1 addım 2 addım geri getsə gələr bura. Baxın gəldi bura. B fiquru 1 addım irəli getsə gələcək bura. Baxın gəldi bura. Deməli A fiquru 2 addım saatın əksinə gedir. B fiquru 1 addım saat əqrəb istiqamətinə gedir. Yenə A fiquru 2 addım hərəkət etsə 1 2 gəlməlidir bura. B fiquru 1 addım irəli atsa gəlməlidir bura. Baxın bu vəziyyət olmalıdır. Hərflər bu şəkildə dayanmalıdır. Həqiqətən B burdadır, A burdadır. Yenə A 2 addım hərəkət etsə gələcək bura. B 1 addım hərəkət etsə gələcək bura. Baxın həqiqətən bu vəziyyəti aldılar. Mən bir sonraki vəziyyəti almağa çalışmalıyam. Sual şərəsi burada doğru yerdə o deyil. Bir sonrakini tapmağa çalışsam. A fiquru yenə 2 addım geri getsə, baxın burada da hal-hazırda A fiquru. 1 addım 2 addım A fiquru gələcək bura. B fiquru da buradaydı axı. 1 addım irəli getsə gələcək bura. Deməli mənim oxlarım baxın bu şəkildə sol aşağı küncdə olmuş olacaq. O da hardadır? Diqqətlə baxaq, doğru hesablamış olaq. Dedik ki, daha doğrusu bizdə bu B-dir, bu A-dır. Doğru hesablayaq. Deməli A 1 addım dedik ki, B 1 addım irəli gedir, gəlir bura. A da 2 addım geri gəlir. 1 addım 2 addım. O da gəlir bura. Yəni ikisi də burada olacaq əslində. Sol aşağı küncdə olmalıdır. İkisi də elə bir variant baxırıq ki, yoxdur. Deməli burada doğru hesablamamışıq. Ya da nəyi sarada itirdik? Yenidən gəlin baxaq. İkisini də gəlin saat əqrəb istiqamətdə hərəkət etdirək ki, nəysə aldanmayaq hardasa. Məsələn bu A fiquru olsun, bu da B fiquru olsun. Deməli B fiquru 1 addım atdı, gəldi tutaq ki bura, baxın bu səviyyəyə. Və 2 addım atsın. B fiquru 2 addım atsın, gəlsin bura. A fiquru da 1 2 3 4 addım atsın, gəlsin bura. Daha sonra deməli B atdı 2 addım, A atdı. Neçə addım? 1 2 3 4 addım. Bu ardıcılığı davam etdirək. Yəni B fiquru 2 addım atsa hara gəlməlidir uşaqlar? Bura gəlməlidir. Amma baxıram ki, qayda-qanunluq ödəmir bu halda. Deməli ən yaxşısı elə birinci getdiyimiz qayda-qanunluqla idi. 1 addım, 2 addım geri, 1 addım irəli. Deməli bu 2 addım geri getsə bura gəlməlidir, gəldi bura. Bu A fiqurudur. Digəri də 1 addım irəli atsa bura gələcək. Bu B fiqurudur. A 2 addım geri atsa gəlməlidir bura. A fiqurudur. B 1 addım irəli atsa gəlməlidir bura. Hər iki doğrudur. A 2 addım geri atdı, gəldi bura. B 1 addım irəli atdı, gəldi bura. İndi A 1 addım, 2 addım irəli atdı, geri atdı, gəldi bura. B də 1 addım irəli atdı, gəldi bura. Əslində bu şəkildə olmalıdır. Doğru cavab variantı yoxdur sadəcə. Verilmiş şəkildəki ardıcılıqların heç bir təsviri doğru deyil. Çünki bir sonraki addım tapmalıyıq. Ola bilsin şəkil doğru düşməyib. Bəs biz bir addımda hərəkət etsək necə olacaq? Hazırda belə idilərsə, B gələrdi bura, bir addımda hərəkət etsələr, A gələrdi bura, 2 addım geri. Belə bir variant da yoxdur təəssüf ki. Sadəcə burada şəkillər doğru deyil. Yəni istənilən halda doğru cavab variantımız necə olmalıydı? Bu da qara olmalıdır, bu da qara olmalıdır. Hər ikisi qara rəngdə olmalıydı. Cavab variantda yəni bu hissədə olmalıydı mənim şəkillərim. Amma baxıram ki, hər hansı bir variantda o verilməyib. Burada verilən oxlardan hər hansı bir düşməlidir bu hissəyə. Ona görə bu sualda təəssüf ki, doğru cavab olmayacaq. 19 nömrəli sualda. Keçirik 20-yə. Şəkil cədvəllərlə, daha doğrusu ədəd cədvəlləri ilə bağlı bir sual tipli eyni zamanda bir ardıcıllıq var. Sual şərəsinin yerinə uyğun gələn ədədləri tapmağa çalışmış olacağıq. Baxın, 4 birinci yerdədir. A fiquru deyirəm buna və A ədədi. Burada sonuncu yerdədir. Burada ortadadır. Məsələn, B olsun 6. Burada ortadadır. Burada birinci yerdədir. Burada üçüncü yerdədir. C sondadır. C ortadadır. C əvvəldədir. Digərlərinə baxaq. Məsələn, buna A ədədi desək, A sondadır. A ortadadır. Məsələn, buna B desək, B əvvəldədir, B sondadır. Buna C demiş olsaq, C ortada, burada da əvvəldə. Gördünüz, eyni ardıcılıqlardır. Deməli, eyni qayda yazıram. Bu A olsun, bu B, bu da C olsun. A əvvəldə idi, sondaydı. İndi A hərfi harda olmalıdır? Ortada. Yəni 5 olmalıdır ortada. Buna B demişdik. B və ya 6 rəqəmi ortadaydı. Burada əvvəldə idi, indi olmalıdır sonda.
Avtomatik 4-lara düşəcək əvvələ. 456 ilə başlamalıdır. C variantı yanlışdır. C variantı yanlışdır. A ilə C yanlışdır. D yanlışdır. İndi ikinci sətrə baxaq. 9, 8, 7 ardıcıllığına. Baxın onsuz da 8, 7, 9, 7, 9, 8. Burada 7, 9 və 8 rəqəmlərindən istifadə etməli idik. Burada ama gördünüz ortada 3, 2, 1-dən istifadə edib. Bu rəqəmlər ən aşağı sətrə düşüb. Yanlışdır deməli Y variantı. Doğru cavabımız olacaq. Məsələn bu sualda da B variantı. Eyni qaydada 8 əvvəldədir. Sonda indi 8 olar ortada. Həqiqətən baxın 8 də ortadadır. Bir problem yoxdur. Növbəti 21 nömrəli suala baxırıq. 3 tərəf var, 0 tərəf var, 4 tərəf var. Amma bəzi suallarda bunun tərəfini 10 olaraq da götürə bilirik. 10'a vurma kimi də düşünə bilirik. Bunu yadda saxlayın. Adətən tərəf 0 olaraq qəbul olunur. Amma bəzən də əgər bir vurma prosesi düşünürsə müəllif burada 10'a vurma kimi də düşünür. Bunu mütləq yadda saxlamalıyıq. İndi 3'ü 2'yə vursaq 6. 10 olaraq düşünək bunu. Çünki ədəd böyük ədəddir. 3'ü 10'a vursaq 30. 4'ü 4'ə vursaq 4 tərəf olduğu üçün 16. 16 ilə 6, 22, 30 da burada 52. Həqiqətən ödədir. Deməli dairənin gördüyü qayda qanunluq 10'a vurmadı. Üçbucağın gördüyü qayda qanunluq 3'ə vurmadı. Kvadratınki də 4'ə vurmadı. 5 dəfə 4 20. 3 dəfə 4 12. 8 də 10'a vuranda 80. 80 ilə 20 100, 12 də burada 112. İndi eyni şey son sətri tətbiq etmiş olacaq. Bu 3'ə vuracaq, bu 10'a vuracaq, bu da 4'ə vuracaq. 6 dəfə 3 18. 9 vuranda 10'a 90. 11 vuranda 4'ə 44. 90 ilə 18 108, üstə də 44 gəndə 152 alınmış olur ki, doğru cavabımız olur məhz B variantı. 22 nömrəli sualımız bir tərəzi sualdır. Biz nəyi tapmalıyıq? Sual şərəsinin yerinə olacaq fiqurları tapmağa çalışmalıyıq. Əvəz etmə tətbiq etmək olar, yerinə qiymət qoymaq olar. Hansı metodu tətbiq etsəz alınır? Gəlin yerinə qiymət qoymağa çalışaq. Alınmasa əvəz etməyini yazarıq. Məsələn mən buna 1 desəm, 1 plus 1 mənə verər 2. Bu 2'dir. Hələ ki bunu saxlayaq. Daha sonra baxın bu 1 idi, bu da 2 idi. 2 plus 1 3. İndi mən baxın bu fiqurları 3'ü yaratmaq üçün yenə 1-dən və 2-dən istifadə etməli olacağam. Deməli əslində doğru qiymətlər deyil. Qiymətlərimiz dəyişir. Məsələn buna verək 2-ni. Görə 2 versə ödəyərmi? 2 plus 2 4. Əgər bu da 2 olsa, 4 olsaydı, aşağıda da 4 budur. Bu da neçədir bizdə 2-dir. 4 plus 2 6. İndi bu məndə 5 ola bilər. Bu məndə 1 ola bilər. 5 plus 1 6. Bu da məndə 1 olsa, bu olacaq neçə? 5. Həqiqətən ödədi bu səfər. Deməli mən qara kvadratı 5 dedim, qara dairə 2 dedim. 5 plus 2 mənə verdi 7-ni. 7'ni başqa necə ala bilərəm deyə gəlib düşünmüş olsam variantlara baxıram. A kvadrata 4 demişəm. Üçbucağa 1. Bu 7 deyil. A kvadrat 4'dür. Bu deyil. Qara dairə bizdə baxın 2 yazmışdıq. Bu üçbucağa da 1 yazmışdıq. 2 plus 1 3'dür. Bu da deyil. Qara dairə 2 idi. Üçbucaqlarımız 1 idi. 4 alınır. Bu da deyil. A kvadrat 4'dür. Üçbucaqlar 1'dir. Həqiqətən bu doğrudur. 7 alınır. Deməli doğru cavabımız 7'dir. Yerinə qiymət qoymaq bəzən daha sürətli olur deyə bu şəkildə yazmaq, öyrənmək lazımdır. Növbəti 23 nömrəli suala baxırıq. Deməli burada 39 dənə bu fiqurdan var. Necə saymışıq? Bir-bir, yəni hamısını sayırıq mütləq şəkildə. Bəs burada neçə dənə bu kvadratdan var? Onu saymağa çalışmalıyıq. Gəlin başlayaq sayaq. Mən nə edəcəm uşaqlar? Baxın bu 4 dənəni burada saxlamayacağam. Sanki tamamlayacağım aşağılarda. Baxın birini burada tamamlayacağım, birini bura, biri burada tamamlanacaq, biri burada. O zaman neçədən alınır? Baxın 1, 2, 3, 4. Eni 4'dür. Hündürü 2'dir. 4 vurulsun 2. Daha sonra neçədən alınır? Bəs uzun nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Vurulsun 8. 4 2, 8, 8, 8 oranda 64. Deməli baxın bu sətrə qədər olan hissə, bu sətrə qədər aşağıda olan hissəmiz neçə dənədir bizim? 64 dənədir. Bəs yuxarı neçədən olacaq? Artıq saya bilərik bunu. Baxın 2 dənə burada. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə uzunu. 2 vursun 8, 16. 16 dənə buradadır. 2 dənə də baxın bu öndədir. 18 dənə. 64 dənə aşağıda, 18 dənə yuxarıda. Bu bizə neçəni verəcək? 82 vermiş olacaq. Deməli sualın doğru cavabı oldu. Y variantı 82. Xüsusi bir metodikası yoxdur. Sadəcə saymağa çalışacağıq. Burada nəyə görə mən 4, 2, 8'ə vurdum? Bunu sanki həcmini tapdım. Hündürlüyü 2'dir. Eni 4'dür. Uzunluğu da 8'dir. Həcmi tapdım sanki. Sadəcə bu boşluqları da nə ilə tamamladım? Buradakı 4 dənə ilə də o boşluqları tamamlamışdım. Növbəti 24 nömrəli suala baxırıq. 24'dən 16 alıb. Baxın ki əslində bu biraz da açığı deyim. Həm çox test işləməkdən asılıdır, biraz da bəxtdən asılıdır. Yəni həmin anda görməyinizdən asılıdır.
4'ü yazsam mən burada 2-nin qüvvətinə nə olur? 2 üstü 4 olur. 2 üstü 4 16'dır. Daha sonra burada 5'i yazsam 2'nin qüvvətinə 2 üstü 5 23 değil. Deməli bu qayda-qanunluq burada ödəməyəcək. Sadəcə burada 16 olmamalıydı. Bu 61 olmalıydı. Bu rəqəm ədəd doğru düşməyib. Nəyə görə? Baxın 2 üstü 4 16 tərsi 61. 2 üstü 5 32 tərsi 23. 8'in üstü 2 64 tərsi 46. 7'in üstü 2 49 tərsi 94 olacaq. Cavab olacaq Y variantı. Sadəcə burada 16 yox 61 olmalıdır. Mən yazarkən bunu səhv etmişəm. Deməli cavab olur Y variantı 94. 25 nömrəli sualımız bir ardıcıllıq sualdır. 2 onda 4, 3 onda 1, sual 3, 2 onda 6, 2 onda 6. Deməli baxın 2 onda 6, 2 onda 6 gəlməyə belə mənə deyir ki, burada 2 dənə ardıcıllıq var. 3 onda 1-dən 3'ə gəlmişəm. 3'dən 2 onda 6'ya gəlmişəm. 2 onda 4'dən sualdan 2 onda 6'ya və buradan da 2 onda 9'a. Elə sual olan hissəni tapmağa çalışdıq. 2 onda 4'ün üstə mən nə gəlsəm sual alaram, sonra 2 onda 6'ını alaram. 1 gələk, 0 onda 1 gələk. Bu olsun 2 onda 5. Burada yine bir gəlsəm 2 onda 6, amma burada 3 gəlmişəm. Deməli bu doğru ardıcıllıq olmaz. Burada deməli tamamilə fərqli bir qayda-qanunluq tapmağa çalışmalıyıq. Gəlin 2 ardıcıllıq kimi yox, 1 ardıcıllıq kimi baxaq. 2 onda 4'ün üstü 3 onda 1 gəlmiş olsaq, nə qədər gəlmiş uşaqlar? Sanki 0 onda 7 gəlmiş, elə deyil. 0 onda 7. 3 onda 3'dən 2 onda 6'ya düşmək üçün nə etmişəm? Mən burada sıxmışam 0 onda 4'ü. Burada 0 gəlmişəm və ya sıxmışam burada 0 onda 3 gəlmişəm üstünə. Əslində hər hansı bir qayda-qanunluq buradan görməyimiz o qədər də real deyil. Bu şəkildə baxsaq. Əgər bütöv ardıcıllıq bayaq kimi davam etdirsək, 0.7 olsa, sonra məsələn 0.6 çıxsa, bu 0.7 plus çıxsın 0.6 olsa, bu olur 2 neçə 5. İndi üstə 0.5 gəlsəm 3, 0.7, yəni tamları saymayaq. 7, 6, 5, indi olsa 4, minus 4. Baxın topladı çıxdı, topladı çıxdı. Sonra 3 olmalıdır, amma 3 artmalıdır. Bu ədəd sadəcə burada artıq düşüb yenə. Plus 3, yəni 0.3. Baxın 0.7 artdı, 0.6 azaldı. 0.5 artdı, 0.4 azaldı, 0.3 artdı. Bu şəkildə olsa cavabımız nə olacaq? 2.5 A variantı olmuş olacaq. Sadəcə bəzi bir dənə burada ədəd səhvimiz vardı. Bu 2.6 artıq yazılmışdı. Buna fikir vermirik. İlk 25 sualın izahını deməli bu videoda görmüş oldunuz. Bu testin qalan 25 sualın izahında növbəti izah videosunda görmüş olacaqsınız. Artıq həftədə mütləq şəkildə ən azı 100 dənə bu şəkildə sual izahı görmüş olacağıq. Növbəti izah videolarına görüşənə qədər